həqiqətən insan tuğyan edir, o zaman ki özün ehtiyatsız görür. Çünki insan necə öz fitrətindən ayrı qalaraq rahat yaşaya bilər və eyni zamanda da rahat yaşaması ilə də yanaşı. Allahın insanla münasibəti niyə belə olur, amma insanların dostluq anlayışı belə olur? Ümumiyyətlə, Allahın dostluq anlayışı necədir? Ki Allah əgər bu qədər nemətlər bizə bəxş edibsə, biz onun huzuruna qorxa-qorxa və cəhənnəmdən qorxaraq və yaxud da cənnətə düşmək kimi bir amalımızla yaxınlaşmamalıyıq. Çünki orucluğun mahiyyəti nədir? Orucluğun mahiyyəti, Ramazanın mahiyyəti, mübarək Ramazan ayının mahiyyəti Allahın yasaq buyurduqlarından çəkinmək, haram buyurduqlarından çəkinmək. Hər kəsin elmi artdıqca, zöhdü, təqvası artmırsa, o Allahdan ancaq məsafə uzaqlaşdırıb. Mübarək hədisdə belə buyurulur. Salam əziz izləyicilər, biz əvvəldən sona verilişinin 19-cu çəkilişindəyik. Biz hər il olduğu kimi bu ildə Ramazan ayı ərəfəsində verilişlərimiz həm mənəviyyat yönümlü, həm də psixoloji yönümlü olur ki, Ramazan ayına həm mənəvi baxış olur bir ruhani tərəfindən və həm də bir psixoloji baxış olur bir psixoloq tərəfindən. Bugün ruhani qismində bizim qonağımız Seyid Ağa Rəşid Talıbovdur və psixoloq qismində isə qonağımız Günel Kərimovadır. Əvvəla sizi salamlayıram. Və dəvətimizi qəbul edib gəldiyinizə görə hər ikinizə dərin təşəkkürümü bildirirəm. İlk sualın Seyid icazə versiniz Günel xanıma verərdik. Günel xanım, belə bir düşüncə var uzun illərdir, xüsusilə son dönəmlər, bu son dövr psixoloqları tərəfindən din tamamilə sanki psixoloji bir gərginlik yaradır. İnsanlarda din insanı geriyə aparır və dini çox mənfi təqdim edirlər. Və təbii ki, dini ritualları da həm digər aylarda olan ibadətləri və yaxud Məhərrəm məclislərin, Ramazan ayı məclislərin dinin insanlara zərbə vurduğu kimi təqdim edilir. Siz bir psixoloq kimi, insanlarla mütəmadi işləyən psixoloq kimi, insanların psixoloji xəstəliklərin müalicə edən bir psixoloq kimi necə izah edə bilərsiniz? Ümumiyyətlə, Ramazan ayı insana lazımdırmı? Uca və daim mərhəmətli olan Allahın adı ilə ilk öncə onu bildirim ki, dini psixologiyadan ayırmaq elə özü bir qüsurdur və böyük bir qüsurdur. Çünki insan fitrəti Allahdan qopduqda bütün narahatçılıqlar yaranır. Yəni, necə ki, meyvə daim ağacdadır, təmiz və saf qalır. İnsan da nə qədər ki öz yaradanına bağlıdır, o qədər də sağlamdır, həm psixoloji cəhətdən sağlamdır, həm fizioloji baxımdan sağlamdır. Onu ayıran psixoloqlar ki, günümüzdə var və özlərinə müasir psixoloq adı veriblər. Hər birinə hörmətlə yanaşıram, amma baxış bucaqlarını hələ də anlaya bilməmişəm. Çünki insan necə öz fitrətindən ayrı qalaraq rahat yaşaya bilər və eyni zamanda da rahat yaşaması ilə də yanaşı. Sanki elə bir deyim yayılır ki, insan Allahdan uzaq, yəni görməmişəm də, nə müraciət eləyənlərimin içində görməmişəm, nə ümumən ətrafımda ki, insan öz yaradanından, fitrətindən ayrı düşsün və sağlam qalsın. Bu mümkün deyil. Çünki o insanın rahatlığı Allaha bağlı olmağı ilandır. Uca yaradanın hər bir şey bu həyatda mütləq bir qayda üzərində qurulub da, qaydalar pozulanda təbiidir ki, fəsad baş verəcək. Və müasir psixologiyamızda da bizə yer edilir ki, insan yəni Allahdan ayrı düşməlidir. Ümumən hicab nə üçün lazımdır? Ümumən din övladlarımıza bugünkü gündə lazım deyil. Amma bu birbaşa səhv yanaşmadır və mən bir Azərbaycanlı kimi, bir ümumən kifayət qədər illər ərzində bu peşədə olan bir psixoloq kimi bunu bildirirəm ki, bu səhv yanaşmadır. Din və psixologiyanı bir-birindən ayırmaq ən böyük qüsurlardan biridir. Allah, çox sağ olun. Belə bir sual verim.
bizim insan ümumiyyətlə biz nəinki dinlərdə, hətta mən Victor Hugo'nun Səfirlər əsərində əvvəlində Jean Valjean'ın həbsxanadan qaçma bir hadisəsi var. Orada onun həyatında dönüş nöqtəsi olan o bir yepiskop olur. Öz dinlərinin qaydalarına uyğun o yepiskopu çox bəyənir. Çünki deyir ki, o kitabda da belə keçirilir ibarə. Deyir, yepiskop ucuz şərab içirdi. Öz dinlərinə uyğun. Deyir, çünki yepiskop çox təqvalı insan idi. Niyə ümumiyyətlə təqva göstəricisi acılıq, pəhrizkarlıqla ölçülür? Yəni, burada bu acılıqda nə mənəvi hikmətlər var ki, Allah bizə elə xüsusilə ac qalmağı məsləhət gördü ki, bəlkə az qalın ki, Allahdan qorxasınız. Burada o bağlantı necə olur? Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə həm sizi salamlayıram, həm psixoloq xanımı salamlayıram, həm bütün izləyiciləri salamlayıram. Mən elə biləm sizin sualınız iki hissədən ibarət oldu. Birincisi, din xadimini sadə həyat tərzi sürən kimi görmək. Onun təqva əlaməti və ikincisi isə ümumiyyətlə aclıq barəsində. Bunlar elə bilirəm ki, ayrı-ayrı məsələlərdir. Əvvələn, din xadimi bizim Həzrəti Əmir əl-Müminin Əli əleyhissalamın da bu barədə mükəmməl kəlamı var. Ona Osman ibn Hüneyfə məktubunda, Nəhcül Bəlağada ağa Osman ibn Hüneyfi danlayır. O, Həzrəti Əlinin Bəsrədə valisidir. Onu danlayan bir məktub var. Nəhcül Bəlağada tapa bilərsiniz. Yəni, Həzrəti Əlinin Osman ibn Hüneyfə məktubu. Onu nəyə görə danlayır? Əvvəlində deyir, mənə xəbər çatıb ki, Bəsrədə bir məclis qurulub və o məclisdə ancaq Bəsrənin varlıları olub. Kasıblar orada iştirak eləməyib və səndən gözləmirdim ki, sən o məclisdə iştirak edəsən. Və sonra ağa öz yaşayış tərzini orada ki, mən necə yaşayıramsa, siz də çalışın, düzdür, demir mənim kimi olun. Hətta orada bir cümləsi var. Ağanın deyir ki, Əla və innəkum la təqdiruna alə zalik. Deyir, mən bilirəm, siz buna qadir deyilsiniz. Siz mənim kimi yaşayışı tab gətirmərsiniz. Amma və lakin ə'inuni, mənə köməkçi olun, mənə yardım edin. Və orada ağa öz o sadə həyat tərzini sürür. Amma sonralar, məsələn, 6-cı imamımız biraz nisbətən öz zamanında bir yaxşı geyim geyinəndə ona bəziləri irad tutardılar bunu ki, sənin cəddün, yəni baban, Həzrət Əli bu cür yaşamırdı, o yamaqlı geyinirdi, amma sən isə yaxşı libas geymişsən məsələn. Orada İmam Sadiq əleyhissalamın çox mükəmməl cavabı var. Deyir ki, mənim babam Əli öz zamanəsinin orta səviyyəsində yaşayıb. Mən də öz zamanımın orta səviyyəsi budur. Yəni, o demək deyir ki, əgər Əli yamaqlı geyinibsə, mən də yamaqlı geyinməliyəm. Ümumiyyətlə, bu geyim, yaşayış tərzi, insanlar bundan örnək çox götürürlər. Yəni, sözdən çox insanın yaşayış tərzinə baxırlar, ondan ibrət alırlar, ondan götürürlər. Xüsusilə də bir insan cəmiyyətdə nümunəvi olanda, insanlar onu özlərinə ölçü bilirlər. Söz yox ki, dinimizə görə, Quranımıza görə, əqidəmizə görə, inancımıza görə bizdə məsum olmayan insan örnək ola bilməz. Bəli, məsum olmayan insan möhtərəmdir, insan ümumiyyətlə möhtərəmdir. Allah Quranda buyurur ki, biz Adəm övladların ləyaqətli yaratmışıq. İnsan ləyaqəti toxunulmazdır, insan ehtiramı toxunulmazdır. Bu, ümumən belədir. Amma xüsusilə, örnək məsələsinə gələndə isə, meyar məsələsinə gələndə isə, məsum olmayan insan bizə meyar ola bilməz. Niyə görə ola bilməz? Çünki adından bəllidir. Məsum deyilsə, deməli günahı var. Günahı da varsa onun meyar ola bilməz. Niyə? Çünki mən onu günahında da onun ardınca gedərəm. O zaman zəlalətə və azğınlığa uğrayaram. Elə bu, əqli və məntiqli dəlillə əsasən gərək insanlara, bəşəriyyətə örnək olan insan məsum olmalıdır, pak olmalıdır, günahsız, eyibsiz, xətasız olmalıdır ki, o insanlara doğru yolu göstərə bilsin. Bu, bizim dinimizin tələbidir. Amma insanlar isə belə baxmırlar. İnsanlar deyir ki, mən məsumu indi görə bilmirəm. Buna görə mən din xadimimi özümü örnək bilirəm. Madam ki, mənim dinimi, şəriətimi, halalımı, haramımı bu mənə çatdırırsa, bu mənə
nəql edirsə, deməli mən onu özümə örnək kimi görürəm. Ona görə insanlar məsələn bir fəxarət libası deyirik də biz, yəni bir fəxr, iftixar libası, bir bahalı bir şey görəndə, bir din xadiminin əynindəmi və yaxud o zaman görürsən ki, insanlarda məyusluq yaranır, ruh düşkünlüyü yaranır. Ona görə Həzrət Əli əleyhissalamın yenə də qayıdırıq Həzrət Əlinin gözəl kəlamına, buyurur ki, insan o qədər olmamalıdır ki, istər yeməyində, istər geyimində digər insanlar ona cürət eləməsinlər. Amma insan elə də olmamalıdır ki, digər insanlar ona baxıb məyus olmasınlar. Ona görə bu zamanın orta səviyyəsində yaşamaq tövsiyə olunur. Və mən elə bilirəm ki, bu elə o Viktor Hugo'nun mən də fikrindəyəm. Yəni din xadimi düzdür, daha yamaqlı dönəmi deyil, amma öz zamanının orta səviyyəsində yaşamalıdır ki, nə insanlar ona baxıb, yamağına baxıb ona cürət eləməsinlər, ona ələ salmasınlar, ona aciz kimi baxmasınlar, nə də əksinə. Burada bir dənə də nöqtə var. Bilmirəm, bizə vaxt nə qədər ayırmışsınız, mən bilmirəm, amma bir dənə də burada nöqtə var ki, burada insanın cəmiyyətdəki məqamından da fərq eləyir. Məsələn, ola bilsin ki, bu günləri sıravi bir insanla bahalı bir şeydə geyinəndə insanlara o cür təsir eləməz. Amma bir insan var ki, o ki din xadimi məqamındadır və yaxud o ki müəllimdir və yaxud o ki rəhbər məqamındadır. Bəli, o insanlar çox diqqətli olmalıdırlar ki, çünki digər insanlar onlara baxıb ya cürət, ya məyusluq yaranmasın. Amma qaldı aclıq ümumən bəyənilən, bəli, bizdə düzdür, Quranda bu barədə aşkar ayəmiz olmasa da, mübarək hədislərdə, Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarında aclıq çox tərif olunur. Niyə görə aclıq çox tərif olunur? İnsan, bunun həm ruhi, mənəvi tərəfi var, həm cismi və sağlamlıqla əlaqəli olan tərəfi var. Çünki aclıqla bəzi xəstəliklərin bu günləri müasir tibb də bunu təsdiqləyər. Düzdür, mənim xoşum gəlməz başqasının sahəsinə daxil olmaq. Hər öz işi ilə məşğul olanda daha gözəl olur, mükəmməl olur. Amma oxuduqlarımızdan, bildiklərimizdən, eşitdiklərimizdən müasir tibbdə də bugün bəzi xəstəliklərin aclıqla müalicəsi var. Yəni bunun bədənlə bağlı olan, cisimlə bağlı olan sağlamlıq tərəfi. Amma ruhan və mənəvi cəhətdən isə bəli, aclığın daha çox faydası var. Çünki aclıq insanın belə deyim də, Quranda bir ayəni deyim, sonra aydın olsun. Ələq surəsində Allah Teala buyurur ki, İnnəl insana la yatxa ər-ra'ahu istəğna. Həqiqətən insan tuğyan edir o zaman ki, özün ehtiyatsız görür. Bütün bu dünyada baş verən proseslər, fəsadlar, müharibələr, qanlar insanın özünün ehtiyatsız görməsidir. İnsan özün ehtiyatsız biləndə, möhtac varlıq olmadığın düşünəndə o zaman öz tuğyan eləməyə başlayır. Aclıq insana həmən ehtiyaclı olmasın. Çox da gözəldir ki, Allah Quran-ı Kərimdə Həzrəti İsa və Həzrəti Məryəmdən danışanda deyir, onlar necə Rəbb ola bilir, məzmunu belədir ayəni. Onlar necə Rəbb ola bilərlər ki, onlar yemək yeyirdilər, onlar bazarda gəzirdilər. Yəni, bir deyək, bu çox sadə daxil. Hətta bəzən onun tərcüməsini oxuyanda insan bunu elə yaraşdıra bilmir ki, yəni Allah Quranda bu cür sadə deyir. Bəli, Allah elə bu cür sadə, amma çox dərin bir söz deyir ki, yəni o ki yemək yeyirsə, deməli onun ehtiyacı var, o möhtacdır. Bəli, bəli, möhtac olanda heç vaxt Rəbb ola bilməz. Yəni o insan o aclıqda hiss elədiyi ehtiyacı, yəni Rəbbinə olan ehtiyacı, insanlara yox, insanlara möhtaclıq, o da bir ayrı mövzu, da ora girməyim, vaxtı çoxalmayıb. Bəli, aclığın həm mənəvi, həm də fiziki faydaları daha çoxdur. Günel xanım, belə bir müasir dövrün ən böyük xəstəliklərindən biri, psixoloji xəstəliklərindən biri təklikdir. Təəssüf ki, təklik müasir insanın bəlasına çevrilib. Biz Ramazan ayı vasitəsilə bu təklik xəstəliyin, yəni bu təklik elə bir həddə gəlib çatıb ki, təəssüf ki, bugün mən dəfələrlə evlərdə qonaq oluruq, dostlarda falan, görürsən uşaq bir otaqda 4 saat, 5 saat telefonla oynayır, nə gəlib görüşmür, nə ünsiyyətdən uzaq düşür. Hətta böyüklərdə var artıq bu xəstəlik. Bir də görürsən ki, bir evdə qonaqsan, evin məsələn tutaq ki, bir nəfəri gəlib səninlə görüşmür, nə indi telefonla oynayır, təkliyə meyillilik. Bu müasir dünyanın bəlasıdır, yəni asosiallıq. Biz Ramazan ayının bərəkətindən istifadə edib bu təklik xəstəliyindən sağala bilərik? Bəli, təbii ki, sağala bilərik. Çünki uca Allah əgər il ərzində bir ayı bizim özümüz üçün ayırmağımızı istəyibsə, təbii ki, bunlar hamısı əvvəlcədən düşünülüb ki,
bunlar bizim təməl ehtiyaclarımızdır deyə bizə vacib buyurulub. Və vurğuladınız ki, hansısa dostların evində oluruq, orada uşaqların 4 saat, 5 saat bir otağa qapadılması və yaxud da özlərini qapatması müasir insanın ən böyük psixoloji problemidir. Evdə sakitlik olsun təki, amma uşaq nə işlə məşğul olur olsun. Baxın, nəzər etsək ki, əgər uşaqları biz yol gedəndə tapşırırıq ki, hər bir ailədə ümid edirəm ki, belədir. Ehtiyatlı ol, maşın vurar səni, tanımadığın insanla çox ünsiyyətə girmə, tanımadığın bir insan səni harasa dəvət etsə getmə. Amma müasir insan, valideyn onu dərindən anlamır ki, mən özüm öz övladıma gətirib əlinə bir silah verirəm, telefon, bəla. Və təbii ki, istifadəni düzgün edən üçün nemətlərdən biridir, amma istifadə edə bilməyən üçün bəladır və hal-hazırda müraciətləri bizə nəzərə alaraq çox açıq, aydın görürük ki, bəzi ailələrdə bu bəla formasındadır. Yəni necə? Biz övladımıza tapşırarkən ki, tanımadığın insanlarla ünsiyyətə girmə, yolda gedərkən ehtiyatlı ol, amma fərqində deyilik ki, övladımız o ekranın arxasında kimlərlə danışır, kimlərlə oyun oynayır və o oyunlar vasitəsilə ona ötürülən bəlalar hansılardır. Və təkliyə gəldikdə ki, sual verdiniz, Ramazan ayı insanı asosiallıqdan, təklikdən çıxartmaq üçün çox böyük bir nemətlərlə bürünmüş bir aydır. Orada açılan sahurlar, imsak vaxtları, iftar vaxtları, istər-istəməz o təkliyə qapılan insanda da bir cəmliyə can atmağa sövq edir onu. Birlikdə paylaşmaq, məsələn, bizdə biz belə görmüşük ki, kimin nəyi var, kim daha belə qaça-qaça nəsə hazırlayır ki, tutaq ki, qardaşım bu yeməyi sevir, atam bu yeməyi sevir, yoldaşım, övladlarım, qonşulardan dəvət olunur və hər kəs istər-istəməz o süfrənin ətrafındadır. Hər kəs eyni saatı gözləyir, eyni saatda yemək, iftar etməyi gözləyir və çox böyük bərəkətli bir aydır. Təbii ki, öz üzərində işləməyi bilən insan üçün, onun o nemətin şükrünü verən insan üçün ki, Ramazan həqiqətən də insanın o təklikdən çıxmasına və qarşıdakı 11 ayda daha gözəl şəkildə, daha mehriban şəkildə, birlik, bərabərlik şəkildə yaşaması üçün fürsət bir aydır. Evet, çox sağ olun. Seyid, belə bir sual verim də sizə. Sizi görməyimiz həqiqətən bilirsən bir lütfdür elə hər ikinizi. Belə bir düşüncə formalaşır insanlarda ki, Allahın öz dostları ilə münasibət məsələsi. Mən sualı nə görə bu sualı verirəm, həm də həm ola bilər Ramazan ayından kənar bir sual olsun, amma axırda sualımı bağlayacağam. Məsələn, Allah, biz Quran-Kərimə baxanda Allah bizim insanların bir dost anlayışı var. Bir də Allahın elə bilirəm dost anlayışı var. Məsələn, siz mənim dostum olsunuz, o lütf mənə qismət olsa, mən sizi qorumağa çalışaram, sizə rahatlıq təqdim etməyə çalışaram. Amma Allah öz dostlarına fərqli münasibət qurur, deyirlər. Və yaxud mən deyirəm, bilmirəm indi. Yəni, yaxşı olsa deyərəm, mən demişəm. Pislisən də olsa deyərəm, iradə bildirirlər. Məsələn, fikir verin, Allah öz dostların Yunus Peyğəmbəri balığın qarnına, İbrahim əleyhissalamı o da, İslam Peyğəmbərin başına zülmlər və İslam Peyğəmbərin ailəsinə də olmazın zülmlər. Allahın insanla münasibəti niyə belə olur, amma insanların dostluq anlayışı belə olur? Ümumiyyətlə, Allahın dostluq anlayışı necədir? Yəni, onun kökü, o prinsiplər, o meyyarlar nəyin üzərində qurulur? Ümumiyyətlə, bəzi meyarlar var ki, o düzdür, səma demək doğru deyil, amma bugün belə qəbul olunub da, məsələn, səmavi dinlər. Məqsəd odur ki, yəni Allahdan gələn dillər. Və yaxud deyirlər ki, səmavi kitablar. Yəni, düzdür, mən bunun belə lüğəti mənada razı deyirəm bundan, çünki Allaha biz məkan verə bilmərik. Amma səmanın bir mənası da ərəb dilində sumuv, ucalıq deməkdir. Uca dinlər, uca kitablar bu mənada bəli, gözəldir. Ona görə səmavi dinlər deyəndə mən onu
Səmadan gələn yox, ucadan gələn, yüksəkdən gələn kimi qəbul edilən və bunun mənası da var. Yəni bu özümdən çıxartmamışam. Yəni sumuv ərəb dilində ucalıq deməkdir. Elə səmaya da ona görə səma deyilib ki, çünki o hündürdə olduğuna görə sumuv sözündən. Yaxşı. Ümumiyyətlə belə deyək, yerlə bağlı olan bəzi meyarlar səmada fərqlidir. Səmada olan bəzi meyarlar. Məsələn, bizim yanımızda nə qədər evimdə saxlasam, o mənim sayılır. Amma Allah Rəsulü sallallahu aleyhi və aleyh günlərin birində eşitmişsiniz, bunu hamımız eşitmişsiniz, təkrar deyirəm, bir qurban kəsmişdi və o qurbanı payladı. Axırda indi başı, ayağı bunlar qaldı. Peyğəmbərimizin xanımlarından biri buyurdu ki, ya Rasulallah, bizə qalan elə bu oldu. Dedi, yox, bizə qalmayan bu oldu. Burada artıq meyar dəyişdi. Bu yerin meyarı deyil. Bu səmanın meyarıdır. Sən evində qalanı özünkü bilirsən, amma Allah deyir ki, verdiyin özünküdür. Elə bu barədə Quran ayəsi də var. Və indəkum yənfəd və indəllah baq. Bu məzmunda ayə var ki, Allah yanında olan qalandır. Sizin yanınızda olan isə yənfəd, yəni aradan gedəndir, fanidir. Bunu misal üçün dedim. Yəni bəzi bu cür, məsələn, Ramazan ayı ilə bağlı. Məsələn, Allah deyir ki, siz du'itum ilə ziyafətillah. Siz Allah qonaqlığına dəvət olunmusunuz. Bu necə qonaqlıqdır ki, yemək yox, içmək yox. Bax, burada həmçinin, deməli, Allah ziyafəti ilə, səma ziyafəti ilə yer ziyafəti fərq edir. Səbəb nədir? Səbəbi budur ki, yer bədənə fikir verir, cismə fikir verir, səma isə ruha fikir verir. Ruh yeməyə ehtiyacı yoxdur, ruhun içməyə ehtiyacı yoxdur. Ruh mücərrəd varlıqdır, qeyri-maddi varlıqdır. Ruh mənəviyyat istəyir, ruh elm istəyir, ruh paklıq istəyir, ruh təharət istəyir. Ona görə Allah öz dostlarına da səma gözü ilə baxır, yer gözü ilə baxmır. Biz yer nöqtəyi nəzərdə, niyə Həzrəti Zeynəb salamullah aleyha o Kərbala, dünyanın ən ağır faciəsi olan Kərbala müsibətinə deyir, ma rəayətüllə cəmilə, mən gözəllikdən başqa bir şey görmədim. Hardadır gözəllik orada? Bəli, yer gözü ilə baxsın, yer prizmasından baxsın, orada gözəllik yoxdur. Orada qan var, orada ölüm var, orada müsibət var. Amma sonra səma gözü ilə baxanda, orada bəli, gözəllik görürsən. Çünki orada şəhidlik var, orada Allaha qovuşma var, orada hədəf uğrunda can vermə var, orada fədakarlıq var, orada sədaqət var. Orada bütün gözəlliklər cəmlənib orada. Ona görə Həzrəti Zeynəb salamullah aleyha səma gözü ilə baxır, biz isə yer gözü ilə baxır. Allah öz dostuna da belədir. Allah öz dostuna səma gözü ilə baxır. Ona görə o şərt deyil, həmişə müsibət. Məsələn, Quran-ı Kərim, indi bilirsiniz də, Quran 604 səhifədən ibarətdir. Niyə deyirəm indi? Çünki şükürlər olsun Allaha ki, müsəlmanlar bir şeydə ortaq fikrə gələ biliblər. Allah eləsin ki, elə müsəlmanlar hər iş məsələdə bir olsunlar. Amma bir də məsələdə ortaq nöqtəyə gəliblər ki, hansı mətbəədə Quran çap olunmasına baxmayaraq, Quran eyni səhifə olsun, yəni 604 səhifə olsun. Bunu qəbul eləyiblər. Məsələn, ona görə Səudiyyə Ərəbistandan da Quran gələndə, çap oran mətbəəsindən görsə 604 səhifədir, İraqdan da gələndə, Suriyadan da gələndə, İrandan da gələndə və s. Yəni, əlhəmdülillah, bunda heç olmasa bir olublar ki, çünki qabaq belə deyirdi. Qabaq, məsələn, eyni Qurandır, Quranda əski artıq yoxdur. Sadəcə olaraq vərəqlərinin sayına görə, yazıların həcminə görə, bəzən Quran olurdu 1000 səhifə, bəzən Quran olurdu 200 səhifə. Amma bu qərar verildi ki, elə 604 səhifə olsun. Bu indi bizdə olan bu 604 səhifə, yəni bu axırıncı mətbəədə çox maraqlıdır ki, indi hansı səhifədə o yadımda deyil. Amma deməli açırsan ki, Quranı, bu səhifə var, bu səhifə var. Eyni səhifələrin, yəni yanaşı səhifələrin eyni sırasında, məsələn, aşağıdan 4-cü sırada. Bu tərəfdə Allah Süleyman Peyğəmbərdən danışır. Burada Allah Əyyub Peyğəmbərdən. Çox maraqlıdır ki, bu çapda bunlar bərabər səviyyədə düşüblər, yanaşı səhifələrə düşüblər. Bu. Deməli, Süleyman Peyğəmbər, eyni sözü də Süleyman Peyğəmbər barədə deyir, eyni sözü də Əyyub barəsində deyir. Deyir, Süleyman Peyğəmbər bizim salih, gözəl bəndələrimizdən idi. Əyyub Peyğəmbər bizim salih, gözəl bəndələrimizdən idi. Süleyman Peyğəmbər nəinki Peyğəmbərlər arasında, insanlar arasında elə bir dünyəvi məqama çatıb ki, Quran özü deyir, dedi ki, ilahi, mənə elə bir mülk verginən ki, məndən qabaq, məndən sonra bunu heç kəsə verməmişsən. Və Allah da onu verdi, onun istəyin ona. Ona görə deyirlər ki, Süleyman Peyğəmbərə verilən mülki nə qulaq eşidib, nə göz görüb. Amma Əyyub Peyğəmbər isə nəinki Peyğəmbərlər arasında, bütün insanlar arasında
ən çox acınacaqlı yaşayandır. Xəstəliklər, bəlalar, müsibətlər, əzizlərinin itirilməsi, Allah uzaq eləsin və s. və s. Amma fikir versin Allahın yanaşmasına, ona da deyir mənim gözəl bəndəmdir. Buna deməli, sənin xəstəliyin olması və yaxud olmaması, sənin imkanlı olub yaxud olmamağın, sənin fəqir olub varlı olmağın, Allah deyir mən dostuma bu gözlə baxmayacağam. Mən baxıram ruhuna, görürəm ki, elə Süleyman peyğəmbərdə olan həmin böyük ruh, pak ruh, elə Əyyub əleyhissalamda da var. Mən o gözlə baxdığıma görə o maraqlı deyir. Ona görə peyğəmbərlər sallallahu əleyhi və aleyhin biz əziyyət deyirik. Yenə deyirəm, biz yer gözü ilə baxıb onların çəkdiklərinə əziyyət deyirik. Amma sən gəlib peyğəmbərdən bunu soruşsun, o deyəcək ki, bu Allahın böyük nemətidir. O bir dənə də gözəl bir söz var, onu da deyim, tamamlayım. Günlərin birində imamlarımız olub, məsələn, səhabələrindən soruşulmuşlar ki, keyfə əsbəhtum, salamlaşandan sonra. Ərəblərdə bir keyfə halukum var, yəni necəsən, halın necədir. Bir də keyfə əsbəhtum var. Sabahın necədir? Bəli, keyfə əsbəhtum biraz fərqləndir. Yəni günün necə açıldı, məsələn, bəli, necə yaşayırsan, həyat tərzi, o barədə elə soruşarlar. İmam günlərin birində sahabələrin birinə dedi ki, keyfə əsbəhtum. Dedi ki, mən belə bir haldayam ki, Allah mənə verəndə, yetirəndə, ruzu yetirəndə mən şükür edirəm. Verməyəndə səbr edirəm. Ağa dedi, biz belə deyirik. Əslində bu gözəl məqamdır da. Allah verəndə şükür eləyəsən, verməyəndə səbr eləyəsən. Ağa dedi ki, biz belə deyirik. Bu, bütün canlılarda belədir. Sənin dediyin meyar, ölçü bütün canlılar üçün aiddir. Allah o verəndə onlara şükür edirlər, verməyəndə səbr edirlər. Dedi, bəs onda siz necəsiniz, ey Peyğəmbər balası? Dedi, biz beləyik. Allah bizə verəndə biz şükür edirik. Yox, Allah bizə verəndə biz əta eləyirik, başqasına veririk. Verməyəndə şükür eləyirik. Və yenə də görsən, meyar dəyişdi. Bəli. Ona görə biz səma gözü ilə baxanda o məsələlər həll olur. Ona görə heç bir Peyğəmbərə deyə bilmərsən, sən əziyyət çəkmirsən. O deyəcək ki, bəli, bu sənin gözündə əziyyətdir, amma mənim gözümdə bu məni biraz Allaha yaxınlaşdırırsa, bu daha gözəldir. O Seyid, bu səma gözünə mən qayıdacağam, çünki çox gözəl mövzudur. Onun barədə bir dənə sual əlavə verin. etmə mümkün. Bəli. Baxın, müasir insan gəlib psixoloji bir dəstək almağa çalışanda bildirir ki, mən bu qədər yaxşılıq eləmişəm, bu nə cəzalardır mənə verilir, niyə belə, o qədər şikayətlər olunur ki. Və danışıq əsnasında çatdırmağa çalışdığım hər zaman odur ki, əgər bir sakit oturub düşünsəz, bir fərqinə varsaz ki, əslində bu gələn imtahanın içində nə böyük nemətlər gizlidir. Nə demək istəyir əslində? Sənin inkişafın buradan asılıdır, sənin daha da mükəmməlləşməyin, mükəmməl bir insana çevrilməyin buradan asılıdır. Sən əgər otursan, fikirləşsən və fərqində olsan ki, gələn bu imtahanın və yaxud da elə bir itkinin, bir bəlanın içində nələr var, bu qədər psixoloji sarsıntıya düşməzsən. Bəlkə də o düşündüyünün cavabı elə həmən anda gələcək sənə. Bəlkə də bir 3 aydan sonra mı gələcək? Çünki bu mənim özümdə də dəfələrlə olub. Hər dəfə o deyir, Allahdan gələn bir mesaj kimi qəbul etmişəm, şükür eləmişəm və sonunda da onun nə böyük nemətlərə bürünərək gəldiyinin fərqində olmuşam. Hər zaman da pasiyentlərimə o çatdırmaq istədiyim ən böyük mesajlardan biri budur ki, bir diqqət eləyin. Görün onun içərisində nə böyük gözəlliklər var. Bəzi məqamlar olur ki, sırf səni ayıltmaq üçün gəlir. Çünki artıq sən o yöndə davam etsən, başına daha böyük bəlalar gələ bilər. Və yaxud da səni bir öz içi və məsələn bir hadisə olur, qapanırlar içlərinə. Deyirəm, əslində orada Allah sənə öz fərqindəliyini görməyin üçün şans yaradır ki, yəni sən nə böyük daxildən güclü bir şəxsən ki, öz inkişafını düşün, öz potensiallarını üzə çıxart. Hər bir şəxsin bilirik ki, daxilində əgər öz üzərində işləsə, bir neçə sahədə böyük bir mütəfəkkir, mütəxəssis ola bilər. Amma müasir insan neyinir? Ancaq başını qatır dünyəvi və yaxud da işlərlə, telefonla və digər beynini susturacaq işlərlə və öz fərqinə varmır və baxır ki, günlər keçir, aylar keçir, saatlar keçir. Necə olur ki, məsələn, bizimlə birlikdə böyüyən, bizimlə birlikdə bir ailədən çıxan kimsə inkişaf elədi, amma mən qaldım. Əslində o sualları özünə verməlidir. Mən harda özümü susturdum, mən harda Allahdan gələn mesajı görməməyə çalışdım, özümü inkişaf etdirməməyə çalışdım ki, bu hallar baş verdi. Və bir hadisə olanda
məsələn psixoloji yöntəmdə ən çox təkid etdiyi məqamlardan budur ki, günahkar axtarmayın. Günahkar axtarsa zaten onu bir yoluna kimisə üstünə, necə ki imtahana bəzi tələbələr gedir, soruşursan ki, niyə imtahanı gözəl nəticə ilə vermədin? Sən buna qadir idin də. Gah bəhanə eləyir ki, qələm yazmadı, gah dedi kağız. Amma insan özünü dönsə, bilsək əslində bu, bəli, mənim günahımdır. Artıq o nə vərəq, nə qələm, nə müəllim, nə nəzarətçi heç kəs günahkar olmayacaq. Bəli. Şimdi xanım, mən belə bir sual vermək istəyirəm sizə. Biz bütün insanlar, yəni bu Ramazan ayında oruç tutan bütün insanlardan eşitdiyimiz vahid bir söz var. Bir kəlmə var. Deyirlər ki, biz Ramazan ayında rahatladıq. Yəni fitir bayramında ki, artıq Ramazan bitdi, bizə bir mənəvi rahatlıq gəldi. Sonra bir müddətdən sonra bu rahatlıq aradan gedir də. Psixoloji rahatlıqdan söhbət gedir. Necə etmək olar ki, bu psixoloji rahatlığı digər 11 aya yayaq ki, bizim əhvalımız həmişə Ramazan ayındakı kimi olsun. Ya mümkün deyil, ya mümkündürmü? Təbii ki, əgər insan bir şey istəsə, onun mümkün olmayacağı bir hal yoxdur. Əgər bu bir aylıq ləzzətin digər 11 ayda da davam etməsini istəyirsə, təbii ki, öz üzərində işləməlidir. Məsələn, o Ramazan ayındakı gecə saatları oyaq olub, o əsasən gecə mənəviyyat, insanın mənəviyyatını daha da artırır da. Məsələn, qıldığı gecə namazları varsa, onu ən azı gündə qılırdısa, bacarmalıdır ki, cümə axşamları, cüməyə keçən gecələrdə özünü, belə deyim də, məcbur etməlidir. Bir vərdiş halına gətirməlidir ki, mən insan olaraq Allah qatında ona borcluyam. Yəni, bəzən bizə sırf öz, məsələn, keçən dəfə də sizə dedim, öz xalamgildən gördüyüm olub ki, həmişə bizə Allah qorxudularaq öyrədilib. Amma Allah qorxudularaq bizə müasir uşaqlara öyrədilməməlidir. Baxın, nə qədər nemətlərə biz bürünmüşük. Adi kimsə bizə bir yaxşılıq eləyəndə biz özümüzü ona təşəkkür etməyə borclu bilirik. Bəs nə üçün? Bizim üçün bu kainatı yaradan, hər şeyi bizim ayağımızın altına sərən, nemətlərə bürüyən Allaha təzim və təriflər, şükürlər etmirik. Hər bir insan bu ənənəni, bu gözəlliyi digər 11 ayda da davam etməsini istəyirsə, təbii ki, özü üçün müəyyən bir saatlar ayırmalıdır, dəqiqələr ayırmalıdır ki, Allahla baş-başa qalsın, şükür saatları özü üçün etsin, sədəqələrini bacardıqca versin. Məsələn, Ramazan ayında hər gün verirdisə, yenə də bacarırsa onu, hər zaman mənim pasiyentlərimə bir reseptim, belə deyim, var. Allahdandır təbii ki, bu da. Bildirirəm ki, çalışın ki, ay ərzində məsələn siz 30 manat sədəqə vermək imkanınız var ki, onu bölün günlərə. Bölün, çünki bu müasir psixologiyada da təkid olunur ki, verdikcə, paylaşdıqca hər şeyiniz artacaq və insan axı Peyğəmbərimizdən hədis var sallallahu aleyhi və səlləmdən ki, əgər hədiyyələşin, bir-birinizlə paylaşın, çünki onda insan ruhu daha da belə böyüyür, özündə bir xüsusi özgüvən əmələ gəlir, bir rahatlama əmələ gəlir, sanki kimisə problemini həll etmiş kimi olur, kimisə sevindirmiş kimi olur. Ona görə də o halların davam etməsi üçün insan yalnız özü bunu etməlidir də, özü 11 ayda o gözəlliyi davam etməyə özünə borc bilməlidir. Çünki Allah əgər bu qədər nemətlər bizə bəxş edibsə, biz onun huzuruna qorxa-qorxa və cəhənnəmdən qorxaraq və yaxud da cənnətə düşmək kimi bir amalımızla yaxınlaşmamalıyıq. Biz ona o qədər sevgi ilə yaxınlaşmalıyıq ki, nə qədər biz səcdədə etsək, dua etsək, sənin qarşında dediyin vacibatları yerinə yetirsək də, ya Rəbbi, azdır ki, azdır. Yəni, sənin verdiklərinin qarşılığında o təşəkkürü və şükrü biz edə bilmərik. Sadəcə bizdən olan bu naqis əməlləri qəbul et ki, yəni biz nöqsanlıyıq, səhv edən insanlarıq da, biz də bunu hələ ki bacarırıq. Bir zərrələrin zərrəsinin zərrəsi olmağa can atırıq. Çox gözəl. Bir dənə o deməli təqribən 10 ya 15 il bundan əvvəl olar. O hər gün Aşura, hər yer Kərbəla sözündən ilhamlanıb.
yadıma gəlir belə bir qısa yazı yazmışdım ki, hər gün Ramazandır, hər gün orucluq. Elə məqsədim də xanımın dediyi kimi idi ki, bəli, Ramazan bir ay olaraq bitir, orucluq da bir şəri hökm olaraq, vacib hökm olaraq bitir. Amma Ramazanın mahiyyəti bitmir. Orucluğun mahiyyəti heç vaxt bitmir. Çünki orucluğun mahiyyəti nədir? Orucluğun mahiyyəti, Ramazanın mahiyyəti, mübarək Ramazan ayının mahiyyəti Allahın yasaq buyurduqlarından çəkinmək, haram buyurduqlarından çəkinmək. Məsələn, adi vaxtda bugün mənə yemək halal idi, amma Ramazan ayının sübh azanından axşam azanına qədər haram oldu. Mən əgər bir ay nəfsimi buna öyrəşdirmişəmsə, artıq fitir bayramından sonra da mən bunu qoruyub saxlaya bilərəm. Nəinki yeməməklə, burada yeməmək yox. Yəni, Allah nəyi buyurubsa eləmə, eləmirəm, nəyi buyurubsa elə eləyirəm. Bu, həmən Ramazan ayının mahiyyətidir. Orucun mahiyyətidir ki, bəli, insan bunu elə daim belə olmalıdır. Nəinki siz sual verdiniz ki, qoruyub saxlamalıdır və yaxud saxlaya bilərmi? Amma saxlamalıdır, mən deyirəm. Yəni, saxlamalıdır, bu cürdə olmalıdır. Elə bundan ötürüdür Ramazan ayı ki, o bir ayda öyrəndiyimizi 11 ayda sərf eləyək, xərcləyək onu. Əslində baxın, o 11 ayda insan onu niyə davam etdirməlidir? Məsələn, bədən üzvlərinin, hər birinin dincəlməsinin şükrünü verməkdir. Əslində o fərqinə, dərinliyinə varsaq. Nə qədər biz öz insan olaraq özümüz nə qədər işləyə bilərik dincəlmədən, yatmadan. Bədənimizin üzvləri də, istər qida borusu, mədə, hər bir orqan dincəlməlidir. Əslində Allah bunu bizim üçün nemət olaraq göndərib ki, bunu bir aylıq vacib edin və ləzzətini alın. Sonra digər ən azı həftədə 2 dəfə ilə davam etdirməyə çalış ey insan ki, bu sənin həm psixoloji yöndə daha da dərinləşməyinə, daha kamilləşməyinə, daha da güclü, özgüvənli olmağına gətirib çıxardacaq. Eyni zamanda da ruhuvu böyüdəcək. Bu belə bir məsələ var. Deyir ki, məsələn insan bir ağrı hiss eləyir. Ağrı hiss eləyəndə sinir üzvləri beyinə məlumat ötürür ki, əslində deyirlər ki, yanıqdan ölənlərin daha çoxu o ağrının şiddətindən ölür. Sinir ağrıyı kontrol edə bilmir və bağlayır sistemi, öldürür, görür ki, artıq dözülməyəcək də buna. Bədən bu qədər ağıllıdır da, belə deyək. Məsələn, insan bir müddət yuxusuz qalsın, mən özümdə olub, işlə bağlı çox yuxusuz qalmışam. Məsələn, tutaq ki, telefonla danışa-danışa yatmışam. Yəni, beyin görür ki, artıq bu yuxusuzluq çox oldu, heç olmasa buna bir 30 saniyə yatızdırın bunu da, sonra yenə qayıdar həyata. Məncə, ruhumuz da, indi sizin yanınızda üzr istəyirəm, ruhumuz da belədir, amma ruhumuzun başqa fəsadları olur. Bir müddət biz özümüzə mənəviyyata vaxt ayırmayanda artıq bizə başqa fəsadlar var. Amma mən sizə başqa sual verəcəm. Niyə görə? Çünki bu sualı az öncə bir yerə gətirdiniz. O sual mənim beynimdə fırlanırdı əslində bir neçə müddət. Siz elə bir gəldiniz ora. Məsələn, mən gəldim sizin danışdığınızdan bu yerə çatdım ki, İnsanın problemi odur ki, ilahi eynə ilə baxa bilmir. İlahi eynə ilə baxa bilmir. Yəni, sizin çıxışınızdan bu başa düşdüm ki, insanın bəlası odur ki, insan hadisələr ilahi eynə ilə baxsa, əslində bunun evladı gec olub, özünü dağa daşa salıb, bunun falan yeri xəstədir, dağa daşa salıb, bunun neyinir, özünü məhv eləyir. Əslində, qardaş, elə deyil. Sən gəl bura, ilahi eynə ilə bax, məsələlər həllini tapacaq. Yəni, mən belə başa düşdüm. Yəni, ilahi eynə ilə baxanda, məsələn, Peyğəmbər ailəsindən bir nəfər haqqında oxumuşdum. Peyğəmbər ailəsindən bir nəfəri həbsə salırlar və elə bir həbsə salırlar ki, quyu şəklində olan bir həbsdir. Məsələn, biz olsun, dəhşətə qədər falan, mən burada nə edəcəm, nətər olacaq falan. Bu, Peyğəmbər ailəsindən mənsub olan şəxs deyir ki, ilahi, sənə çox şükürlər olsun. Mən neçə vaxtı səninlə belə xəlvət axtarırdım. Doyuncu ibadət 7-ci imamımızdan. İmam Musa Kazım. Yəni, bu, neçə vaxt səninlə xəlvət axtarırdım. Nə gözəl ki, səninlə burada. Burada yəni ilahi eynə idi. Yəni, bu dünyavi eynə ilə baxsın, burada aləm dəyək bir-birinə. İndi hacı, mən sizə ürəyimin sualını verirəm. Necə eləyək ki, ilahi eynə ilə baxa bilək? Bu məsələ
Bir dənə istəyirəm bunu deyim ki, bu izləyicilərə, tamaşaçılara biraz ola bilsin ki, çaşmasınlar bu məsələdə. Yəni Allahın o ilahi, indi siz deyirsiniz ilahi eynə ilə, mən dedim səma baxışı ilə fərq eləmir. Bəli, mahiyyət birdir. Bu baxışla baxmaq bu yer üzərində olan Allahın qərar verdiyi səbəb və nəticə qanunun inkarı deyil. Yəni bu o mənası o deyil ki, deyəsən, bəli mən xəstəyəm, əlhəmdülillah, mən fəqirəm, əlhəmdülillah. Bəli, əlhəmdülillah həmişə gözəldir, həmişə də lazımdır, həmişə də vacibdir öz yerində. Amma Allahın qoyduğu səbəblərdən, vasitələrdən istifadə eləməlisən. Elə Allaha təvəkkülü mənası da budur da. Mən qabaqlar bu hədisi çox danışardım. Günlərin birində Həzrət Əli gördü ki, bir nəfər Kəbənin pərdəsindən tutub dua edir. İlahi, mən fəqirəm, məni varlı elə, mən cahiləm, mənə elm ver, mən xəstəyəm, mənə şəfa ver. Ağa dedi ki, sənin heç bir bu duaların qəbul olmayacaq. Dedi, niyə ya əmirəl-müminin? Mən Kəbədə, Kəbənin pərdəsindən yapışmışam, yəni məkan müqəddəs, yer müqəddəs, özüm əl açmışam Allaha, yerin göyün sahibinə. Niyə dualarım qəbul olmur? Dedi, çünki sənin istədiklərimin hamısı üçün Allah səbəblər qoyub, vasitələr qoyub. Sən fəqirsənsə çalış, sonra denən ilahi mənə ruzi ver və yaxud ruzuma bərəkət ver. Sən cahilsənsə get elm öyrən, ustad yanına get, alim yanına müraciət elə, sonra denən ki, ilahi mənə elm əta elə. Sən xəstəsənsə bir həkimə müraciət elə, sonra denən ki, ilahi mənə şəfa ver. Və yaxud bir nəfər Həzrət Rəsullahın yanına gəldi, daxil oldu içəri, Həzrət Rəsulullah ondan soruşdu ki, öz minivi neynədin? İndi neynəsə gəlib də ya dəvə neyin? Neynədin onu? Dedi, təvəkkəltu alallah, Allaha təvəkkül elədim. Yəni, buraxmışam başına, gəlmişəm hüzurba. Həzrət Rəsulullah dedi ki, əvvəl eqilha, eqil ərəb dilində, yəni bağla. Dedi, əvvəl o miniyi bağla, sonra Allaha təvəkkül elə. Sən heyvanı başına buraxmısan, bu Allaha təvəkküldür, bu səhlənkarlıqdır, bu laqeydlikdir. Bəzən biz möminlər deyim, dindarlar deyim, əlbəttə hamı yox, bəziləri Allaha təvəkküllə səhlənkarlığa səhv salırlar. Onlar laqeydlik və səhlənkarlıq bürüyüb onları, amma adın qoyublar ki, Allaha təvəkkül elədir. Allaha təvəkkül Allahın qərar verdiyi, qoyduğu səbəb, çünki bu aləm, bu maddi aləm səbəb və nəticə qanunu əsasındadır. İndi biri mənə deyər ki, möcüzə yoxdur, deyirəm, var. Allahın qüdrəti onun qoyduğu səbəb və nəticə qanunundan daha böyükdür. Bəli, ona görə istəyəndə dəyişə bilir özü. O da özü dəyişə bilir, o mənim istəyimlə dəyişilməz. Mənə vacib olan isə Allahın qoyduğu səbəb və nəticə qanunundan şəallahə ən yüzriyəl umura bi əsbabiha. Məşhur bizdə Həzrət Rəsullahın kəlamıdır ki, Allahın istəyi bu oldu ki, bu aləmdə bütün işlər səbəb və nəticə üzündən olsun. Yəni, hər işin öz səbəbi. Filosoflarda da gözəl bir dəlil var bu barədə. Deyir, niyə görə hər bir nəticənin ona uyğun və onun sinxindən olan, növündən olan səbəbi olmalıdır? Deyir, çünki səbəb və nəticə qanunu olmasaydı, yer üzərində Allah qərar verməsəydi, o zaman hər şey hər şeydən alınardı. Çox qəşəng cümlədir. Hər şey hər şeydən alınardı. Yəni, nə deməkdir? Nizam pozulardı. Bir də görərdin ki, qar istilik verir, bir də görərdin ki, od soyuqluq verir. Hər şey hər şeydən alınardı. Hər şey hər şeydən alınmasın deyə və hər şey nizamlı olsun deyə Allah yer üzərinin idarəçiliyi üçün səbəb və nəticə qanunu qoyub. Biz ondan düzgün istifadə eləyib, bəli, Allaha təvəkkül. Qaldı ki, sizin sualınıza gəlincə isə necə eləyək o bizdə yaransın? Onun mənim fikrimcə yolu ancaq peyğəmbərlərin, Quran barədə, peyğəmbərlər barədə olan həyat tərzlərini öyrənmək, baxışlarını öyrənmək, dinin o bayaq dediyim meyarlar ki var, o meyarları və onu da başa düşmək. Məsələn, o bayaq xanım çox gözəl bir söz vurğuladı. Əlbəttə bütün danışdıqları qəşəngdir, amma yəni bu barədə bir gözəl söz dedi ki, biz indiki cavanları, müasir gənci qorxu ilə eləyə bilmərik. Heç bu mümkün də deyil, bunun fəsadları xeyrindən daha çox olar. Bəli, həqiqətən də belədir. Ümumiyyətlə bizim ariflərimiz, ustadlarımız, alimlərimiz deyəndə həmişə o Allah qorxusundan da danışanda deyirlər ki, bu qorxu şirin qorxu. Bu adını qoyurlar şirin qorxu. Bu acı qorxu deyil. Yəni bu xortdandan qorxan kimi qorxu deyil. Bu şirin qorxu nədir? Mən bunu həmişə danışıram. Günlərin birində İstanbulda qonaq idim dostum gildə. Oturmuşduq evdə. Onun kiçik qardaşı birdən ağlaya-ağlaya evə daxil oldu. Qucaqladı öz qardaşını, abi ağlayır. Bu da ona deyir ki, niyə ağlayırsan? Deyir ki, anam məni cəzalandırdı.
Deyir, nə cəzalandırdı səni? Dedi, mənə dedi ki, daha sən əlimi öpdürməyəcəm. Düzdür, bizdə də var bu, amma çox yayılmayıb. Amma onlarda çox yayılıb da ata-ananın əli. Amma gözəl adətdir. Kaş elə bizdə də çox yayılsın. Xoşum gəlir o adətdən. Dedi, anam mənə dedi ki, daha sənə əl öpdürməyəcəm. O uşağın bunu deyəndən sonra, ağlamayından sonra mən də başladım ağlamağa. İndi bu tələbə yoldaşı mənə deyir ki, bu uşağı bildik, bunu ona cəzalandırıb, sən niyə ağlayırsan? Dedim, bu uşağın bu anasına bu qədər məhəbbəti, bu qədər bağlı qədər kaş bizim Allaha bağlılığımız olsaydı, bəs eləyərdi. Məsələn, mən də düzdür, indi burada Allahın əlini öpmək məsələsi yoxdur, amma hədislərimizdə belə gəlib ki, müəyyən qism insanlar olacaq ki, Allah qiyamət günü onlara baxmayacaq. Və mən elə bilirəm ki, cəhənnəmin ən ağır mərtəbəsi də budur. O cəhənnəmdə yandırmaq böyük cəza deyir, böyük cəza. Belə deyim, rəhməti sonsuz olanın mənə baxmamasıdır. Rəhməti sonsuz olanın bir nəfərə baxmaması o cəhənnəm ateşindən daha ağır cəzadır. Yəni mən də bu cür düşünsəm ki, birdən belə deyim də lori deyək, sadə deyək. Məsələn, birdən peyğəmbər qiyamət günü mənə əlini öpdürməz, birdən imam mənə əlini öpdürməz, birdən Allah mənə rəhmət nəzəri ilə baxmaz. Bu qədər olsaydı bizə bu həmin qorxu bu qorxudur. Yəni anadan qorxu kimi. Heç ata da demirəm. Atanın yenə də arada qabaqlar indi bilmirəm, qabaqlar şapalaq olurdu. Amma ana isə məsələn niyə övlad anasından qorxardı? Hamımız qorxmuşuq da. Hə? Mələk dünyasının Allah bütün dünyası dəyişən ata-analar rəhmət eləsin. Dünyalarını dəyişiblər, amma yenə də o qorxu məndə qalıb. Amma o hansı qorxudur bu? Bu həmən dediyim kimi o acı qorxu deyil. Bu şirin qorxudur ki, birdən mənə sevgisi azalır. Yəni ana deyib ağlamış. Bəli. Birdən mən söhbətin içindən söhbət açırsa, sonra məni dayandıra bilməyəcəksən. O İmam Zeynalabdin ağanın o sözü var. Deyir ki, ilahi mən səndən sənə sığınıram. Deyirlər, bu nə deməkdir? Səndən sənə sığınıram. Deyir ki, çünki bunu deyirlər, ana özü uşağı cəzalandıranda bəzən uşaq ağlaya-ağlaya yenə də ananın özünü qucaqlayır. Niyə? Çünki bilir bu məni cəzalandırır, amma onu da bilir ki, bundan mənə mehribanı yoxdur. Və Allahdan, bəli, ilahi səndən sənə sığınıram. Bilirəm bu dünyada nə baş verirsə ilahi səndəndir, amma yenə də səndən mehribanı tapa bilmirəm. Səndən rəhmətlisi yoxdur ki, mən ona sığınım, yenə də sənə sığınacam. Bəli, onun mənası da odur. Sözüm nədədir? Sözüm ondadır ki, bəli, insanlar doğrudan da bugünkü gəncliyə biz bu cür məhəbbəti başa salsıq, bu cür. Əlbəttə onun baxışı dəyişər, onun özü də dəyişər, onun mənəviyyatı da daha uca olar, onun elmə həvəsi də tamam başqa cür olar. O əvvəldə bir sual verdin, düzdür, mənə vermədin, amma ona da istəyirəm. Bəli. Ona da xoşum gəldi. Xanımın cavabı tam idi, amma biraz da əlavəsi olsun ki, mənim budur ki, bəli, bu əvvəldə verdiyin o sual kimi ki, bu elm, iman, din, bunlar bir-birini tamamlayan məsələlərdir. Bunlar bir-birinə qarşı deyil. Bunları bir-birinə qarşı qoymaq ya qərəzdir, ya cəhalətdir, ya nadanlıqdır. Bunlar bir-birini tamamlayan məsələdir. Məsələn, bir insan elmi olanda Allaha daha çox yaxınlaşır. Bir insanın Allaha daha çox yaxınlaşanda onun elmə həvəsi artır, biliyə həvəsi artır. Çünki insan bilir ki, o elm də kamillikdir. Allaha çatmaq, Allaha yetişmək də kamillikdir. Yəni, bunlar bir-birinin kamilliyi tamamlayar da, kamilliyə qarşı olmaz. Gözəllik heç vaxtı qarşı ola bilməz. Bunlar bir-birini tamamlayan məsələdir. Ondan sui-istifadə, bəli, sui-istifadə, elmdən də sui-istifadə olanda pisdir. Dindən də sui-istifadə olanda pisdir. O sui-istifadə həmişə pisdir. Ona görə biz ayırmalıyıq onu. Həqiqi elmi, həqiqi dini, həqiqi baxışı. İnsan bu cür olanda, bəli, onun baxışı doğrudan da dəyişir. Onun sizin dediyiniz kimi ilahi eynə ilə baxa bilir. Allah bizi o əllərindən qərar versin inşallah. Müasir insanlarda o yaranıb ki, daha çox elm aldıqca, diplomlarının sayı artdıqca bir Allahlıq iddiasında olurlar. Amma onlar öyrədilsəydi və yaxud da özü inkişaf etdikcə, əgər o elmin ona gözəllik gətirdiyinin fərqində olsaydı, bilərdi ki, oxumağının da kökündə Allahın razılığı olmalıdır, o elmin yayılmasında da Allahın razılığı olmalıdır. Və necə ki, səhv eləmirəmsə, İmam Sadiq əleyhissalam deyir, bir gün dostlarından biri ev tikirdi, yəqin ki, eşitmisiniz. Gəlir o məqama çatır ki, deyir ki, məsələn, bura pəncərə vurmalısan, onu nə üçün vurursan? Bildirir ki, peç evi isitmək üçün müəyyən bir isidici qoşacağıq və onun tüstüsü çıxmaq üçün.
düşünür və dayanıb dostuna belə bildirir ki, zaten o evi isidən sobanın tüstüsü hardansa bir təhər çıxacaq. Sən deyərdin ki, ilahi gözəlliyi görmək üçün səmanı, ulduzları, günəşi, buludları, yağışı, havanın dəyişməsini, gecəni gündüzü görmək üçün ki, bir ora ilahi rəhmət qatardın. Zaten tüstü hardan olsa onsuz da çıxacaq. Və insan elmləndikcə də, oxuduğu kitabların sayı artdıqca da, diplomlarının sayı artdıqca da, kreslosuna bir Allahlıq iddiası ilə əyləşməməlidir. Bilməlidir ki, onu yaradan var və hər halı ilə onu bu kainatda yedirən, içirən var. Necə ki, məsələn, səhv eləmirəmsə Nəml surəsi olmalıdır. Orada Uca Allah deyir ki, hər gün hər birinizin ruzusunu yetirənəm də. Düşünün ki, bir məclisdir və orada 100 nəfərlik insanlar olacaq və o 100 nəfərin içərisində hərə tamam başqa fərqli qidalarla qidalanır. Onu heç bir, yəni nə qədər peşəkar aşpaz belə olsa, ərsəyə gətirə bilməz. Amma Allah çiçəyin öz qidasını hər gün verir vaxtında, böcəyin, heyvanın, yırtıcının, insanın hər bir halı ilə hər gün təmənnasız bu ehtiyacları ödəyir. Və müasir elmlənib özünü Allahlıq iddiasında olub, Allahdan, daha doğrusu Allahın onlardan vaz keçdiyi ki, artıq görür ki, müəyyən bir təkəbbürlük yaranır və orada artıq onlardan birini üz döndərir. Yəni bu iddiada olunmamalıdır. Hər bir elminin arxasında, öyrəndiyinin arxasında Allahın rizasını görməlidir və onun şükrünü verməlidir. Şükrünü vermədikcə, təkəbbürləndikcə təbii ki, onun heç sonu da yaxşı olmur və biz bunu da görürük və çalışırıq ki, müasir gəncliyə bunu aşılayaq. Bəli. Ümumiyyətlə Mən izdada elmən və ləm yəzdəd zuhdan və ma yəzdada minəllahi illə bu'da. Hər kəsin elmi artdıqca, zöhdü, təqvası artmırsa, o Allahdan ancaq məsafə uzaqlaşdırıb. Mübarək hədisdə belə buyurulur. çox gözəl. Ümumiyyətlə belə bir düşüncə var ki, insan Tanrıya yaxınlaşmalıdır. Təbii ki, bu yaxınlaşma fiziki yaxınlaşmadan getmir də. Məsələn, bizim bir o mövzumuzda danışdıq, o ilahi eynək məsələsi. Bizi bəlkə qəzəb, məsələn, Ramazan ayında insanlar əsəbi olur bəzilərindən, bitkə yemək olmayıb deyə, aləmi vurur bir-birini. Məsələn, insanlar o əsəbi halda, orada da problem, yəni məsələn, ta ki Ramazan ayının bu gözəl nemətindən istifadə eləmək əvəzində bütün gərgin, əsəbi. Sonra bunu belə deyək də İslam dinini qəbul eləməyənlər bizim əleyhimizə istifadə edir. Yəni elə bir o əsəb və qərəz oradan məhəbbətin çıxmağıdırmı, yoxsa yenə danışdığımız kimi yenə ilahi eynə ilə baxa bilmirik. Məsələn, bir hadisəyə bir Mürtəza Mütəhərririnin bir əsəri vardı. Orada əsərin adı yadımdan çıxıb kitabın, amma orada təsadüfi açıqlamağa çalışırdı, təsadüfi. Deyirdi ki, təsadüf yoxdur. Ondan sonra belə açıqlayırdı ki, deyirdi, hadisələr baş verir. Məsələn, siz deyirsiniz ki, mən gəldim, məsələn, filan metronun qarşısında filan kəslə görüşdüm, bu bir təsadüfdür. Deyirdi, siz amma ona qalxıb səmadan baxa bilsəz, görərsiniz ki, təsadüf yox, bu zərurətdir. Məsələn, siz Güney xanım da gəlib oradan məsələn qolbaq alacaq, siz də gələcəksiniz, məsələn nəsə alacaqsınız, siz orada görüşməyiz, bir-birinizə rastlaşmaq zərurətdir. Nəinki siz prosesin arxasını bilmirsiniz deyə nə ad verəsiniz? Hə, təsadüf. Da belə lora dildir. İndi bizim o qəzəbli, əsəbi olmağımız insanları, məsələn, bizim bir dostumuz vardı, deyirdi, evdəkilər mənə deyir ki, bircə bir Ramazan ayı qutardı, sənin əlindən dincələrdi. Yəni, bu yəni bizim yenə o ilahi eynə ilə baxa bilməməyimizin nəticəsidir, yoxsa bunun nəyin nəticəsidir bu? Psixoloji tərəfi var mı? Psixoloji tərəfi odur ki, insan onun fərqinə varmalıdır ki, ümumən onda o qəzəb hissi nədən, hansı ehtiyacından doğur? Aclıq hissi, məsələn, insanlar yəqin ki, görmüsünüz siz də, ancaq əsəbləşdi, yeyir, dayanmadan yeyir. O insan olaraq düşünməlidir ki, bu mənim hansı təməl ehtiyacımdan doğur və mən bunun üçün nə etməliyəm? Bu problemi insan özündə
axtarıb. Yəni o qəzəbin altında demək istəyirsiniz ki, əslində aclıq yox, hansısa bir psixoloji xəstəlikdir. Əlbəttə ki, və onu mütləq ki, ya özü araşdırıb tapmalıdır, ya bir mütəxəssislə araşdırmalıdır və kökünə varmalıdır ki, ümumən mənim bu qəzəb hissimin arxasında hansı faktorlar durur? Onun fərqinə var. Təbii ki, Ramazan ayı başlayanda ilk günlər müəyyən bir narahatçılıq, baş ağrılarının olması normaldır. O da vurğulanır. O da ən çox kimlərdə olur? Yəni il ərzində oruç tutmayanlarda. Əgər sən bunu həyatının vərdiş halına gətirmisənsə, sən bununla çox xoşbəxt bir həyat sürürsənsə, eyni zamanda artıq mübarək 3 aylar başlayır və sən sevə-sevə heç vacibat buyurulmayan aylarda belə sən oruç tutmaqla o keyfi ala bilirsənsə, səndə bu qəzəb hissi, bu doyumsuzluq hissi, ümumən bu nədən əmələ gələ bilər? Çünki bilsiz kökdə nə var? İnsan öz üzərində işləmir. İnsan öz psixologiyasını dərindən bilmir. Niyə biz hal-hazırda ancaq mütəxəssislərin hamısının qapısına baxırsan növbədir. Bəzən heç kömək belə ala bilmirlər. Çünki onlara kömək edəcək şəxslər də ilk öncə özlərinə kömək etməlidirlər ki, kiməsə də kömək edə bilsinlər. Amma müasir çox acınacaqlı bir vəziyyətdir ki, qoyurlar uca Allahın o nemətlərini, o qayda qanunlarını kənara, gedib fanidən kömək diləyirlər. O günlərdə bir mütəxəssislə danışırıq. İnsanın özü ən ağır dərəcəli problemlərdən əziyyət çəkir. Amma özü belə şəfalanmadan kiməsə yol göstərməyə çalışır. Təbii ki, ondan alınan o seansın o pasiyentə heç bir xeyri olmayacaq. Ona görə də insan öz həkimi olmalıdır, öz psixoloq olmalıdır. Mən keçən dəfə Ustad Hacı Şahinin kino təqdimatı olanda bir neçə il bundan qabaq, orada mənə söz verildi, bildirdim ki, əgər insan Allahın ona vacibatlarını vaxtı-vaxtında düzgün, yəni müsəlman olaraq doğulmusansa, bu sənin vacibatlarındır və sən bunu etməlisən. Və sevə-sevə etməlisən təbii ki. Bunu edirsənsə, ustadları dinləyirsənsə, sənin psixoloq qaplarında nə işin var? Bizim İlqar Kamil var, dostumuz. İlqar Kamilin bir sözü vardı. Bizim elə verilişdə də demişdi bunu bir dəfə. Deyirdi ki, bəzən biri gəlir bizə yanımıza, deyir, mən ona deyirəm ki, danışır xəstəliyin, psixoloqdur da, bilirsiniz. Deyir, danışır xəstəliyin, deyirəm ki, görəsən onun bir dənə dostu yox imiş. Onun bir dənə dostu olsaydı, bir dənə dost. Deyir, mənim yanıma gəlməzdi. İnsanların həqiqətən, bu yaxında da bir geniş yazı yazmışdı, sonra da o haqda danışmışdı, formal münasibətlər mövzusunda. Oxuyuram, görürəm ki, elə təəssüf ki, son dönəmlərin xəstəliyidir. Yalandan necəsən, sən necəsən, sünilik, səhtilik. Ona görə həqiqətən bəzən bizim bir yaxşı dostumuz olsa, bizim siz demişkiniz, psixoloq qaplarında işimiz yoxdur. Elə biz özümüz sağlarıq, hələ ki, Tanrı ilə. Bir dəfə mən universitetdə bir müəllimim mənə dedi ki, sinifdən dedi, test eləyir. Deyir ki, bəs yazın sözlərinizi, yəni bu müasir psixologiyanın müalicə üsullarından da deyirəm nədir? Yazırsınız yəni, problemlərinizi, sonra bu problemləri ya yandırırsınız kağızı, ya cırıb atırsınız filan, bəsməkan belə. Dedim ki, olmaz elə, məsələn, müəllim də 2 rəkət məsələn namaz qılıb Allahla danışasan. Belə o eləyə bilirsiniz ən yaxşısı odur. Bu neçə ildir deyirlər də böyüklər ki, ən yaxşı yoldur. Sanki bir yeni bir Evrikada bir yeni şey tapıblar. Gəlin onu yazın, axırda yandırın. Tanrı ilə insan danışa bilsə, məsələ həll olur. Xatəmi Tayi tarixi şəxsiyyətdir. İslamdan qabaq olub, oğlu Peyğəmbərin zamanına rast gəldi və İslamı qəbul elədi. Özü isə İslamdan qabaq olub. O qədər səxavətli olub ki, ərəblər indi də onu misal çəkər. Biri səxavətli olanda deyərlər ki, sən Hatəmi Tayin də keçmirsən. Sərdi Şirazının Gülüstanını oxuyanlar görərlər, orada Hatəmi Taydan çox misal çəkir. Günlərin birində yenə bir nəfər gəlib Hatəmi Tayinin yanına. Hatəmi Tayinin xidmətçisi də onu buraxmır içəri, deyir ki, olmaz. Deyir, mən hökmün görməliyəm, möhtacam, bişirmişəm də, o bir hamını əl tutur. Deyir, olmaz da, indi Hatəmi Tayinin öz ibadət vaxtıdır. İndi onun da öz dinində ibadət olub da. Bu əl çəkmir, belə məcbur eləyir xidmətçini, belə hətta biraz da kobud davranır, girir içəri. Girir, görür ki, Hatəmi Tayi ibadət halındadır.
əllərin qaldırıb deyir ki, indi öz inancına uyğun, özün bilirsən, bu insanları öyrəşdirmişəm, mənim qapıma gəlirlər. Elə olan yanında mən xəcalətli olmayım. Bunu görəndə qayıdırdılar. Xidmətçi deyir ki, bayaqdan öldürürdün özünü, mənə də kobudluq elədin, hacətim var, elə hatəm qurtarmayıb baxıyıb. Heç nə demədin, qayıdırsan. Dedi, mən istədiyimi tapdım. Dedi, necə tapdın? Dedi, mən qapını, ünvanı səhv salmışam. Hatəmin getdiyi qapıya gedəcəm bundan sonra. Bəli, doğrudan da belədir, bəli. Hacı, belə bir sual verim sizə. Hər ikinizə eyni sualı verəcəm, özünüz cavab verə bilərsiniz. Bu Ramazan ayı haqqında neçə əsrlərdir danışılır, söhbətlər edilir, amma bu bitmir də bu söhbətlər, həm də bitməyəcək yəqin ki. Məsələn, siz bir din xadimi olaraq, ilahiyyatçı olaraq, məsələn, mən həmişə qonaqlarıma sonda bu sualı verirəm. Deyirəm ki, nəyi, məsələn, bilmək istəyərdiniz ki, insanlar bilsin bunu? Məsələn, nəyi bilmək istəyərdiniz ki, bunu insanlar bilsin? Elə bir şey, deyirsən ki, belə bir his gəlir insana, deyirsən ki, məsələn, uşaq bir soyuq su içirdir ki, mən soyuq su içmək istəyirəm falan, deyirsən ki, yox, məsələn, qoymuram falan. O qədər səni hirsləndirir, deyirsən ki, kaş sən başa düşərdin ki, o soyuq su sənə nə qədər ziyandır. Belə bir şey. Siz də bu Ramazan ayı fonunda, Ramazan ayı ərəfəsində insanlara nə demək istəyirdiniz ki, kaş siz Ramazanı bu cür... Yəni, eyni sualdırsa qoy əvvəl xanım cavab versin, sonra... Tamam. Yox, siz verib mən sonra. Ramazan ayı, yenə deyirəm, bizim məsələn, bizim öz fəhmimizə, başa düşməyimizə qalsa, biz də elə insanlardan çox da fərqlənmirəm. Biz deyəndə mən özümə deyirəm, çox da insanlardan fərqlənmirəm. Amma o Ramazanın həqiqəti, Ramazan ayında daha doğrusu, həm o ayın, mübarək ayın, o fəzanın həqiqəti, həm də ki, orada olan orucun, əməllərin, ayinlərin mahiyyətin, Qur'anı və Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarına müraciət edəndə orada başa düşürük və onu bəli, deyərdim ki, kaş insanlar biləydilər. Qurandan başa düşdüyümü, öz yaşadığımı demək istəmirəm. Çünki yenə deyirəm ki, mən də bu insanlardan çox da belə irəlidə döyürəm, onlarla bir yerdəyik. Məsələn, Quran bizə Ramazan ayını təqdim eləyəndə belə təqdim eləyir ki, o sizə vacib oldu, təqvalı olasınız deyə. Təqvanı da bizdə, məsələn, uzun illər biz demişik, təqva, ərəb dilində vəqa, yəqin, nə bilim, bu sözlərdəndir, nə tikanlıqda gəzirsən, özünü tikandan qoruyursan. Mən xoşlamıram bu qədər belə uzun təqdim eləməyi. Təqva nədir? Təqva insanın ruhunda olan bir qüdrətdir ki, bir qabiliyyətdir ki, bir istedaddır ki, onu haramdan çəkindirir. Onu günah, sən haram demə. İndi bəzilərin biraz dini sözlərə, terminlərə xoş gəlmir. Denən günahdan çəkindirir. Denən cinayətdən çəkindirir. Denən pislikdən çəkindirir. O insanın, məsələn, olur da, indi təksən də ancaq özünsən. Burada başqası yoxdur da. Bu işi eləyə bilərəmmi? İçində, daxilində bir qüvvə var ki, səndir ki, olmaz. Bu, odur təqva. Deməli, orucluq onu gücləndirməkdən ötürmüş. Ləalləkum təttəqun, təqvalı olasınız deyə. Deməli, indi bunu da deyək də, elə insanı insan eləyən demək gəlir, elə təqva deyilmi? Yəni, həmən his deyilmi? İnsanın daxilində, məsələn, əgər doğrudan da biz onu götürsük insandan, yəni belə deyək də, insanın ruhunda və batinində onu pisliklərdən uzaqlaşdıran qüvvə, onu götürək insandan. İnsan nə gəldi eləyəcək? Yox, onların doğru canlıların da haradasa bir həddi var. Haradasa bəli bir həddi var. İnsan da biz də bunu görürük. Təəssüflər olsun ki, biz görürük ki, o həmən yenə deyirəm, demə təqva kiməsə ola bilsin, xoş gəlməsin. Denən insanın o ruhunda, batinində olan onu pisliklərdən çəkindirən o qüvvə olmayandan sonra insanın nə qiyməti var, nə dəyəri var ki, ondan sonra. O vaxt insanın qabağında heç bir məhdudiyyət olmayacaq, insan bütün cinayətləri törədə biləcək, bütün pislikləri törədə. İndi burada bilirəm, bəziləri deyəcək ki, elə dindarlardan çox cinayət eləyən yoxdur və yaxud başqası yoxdur. Deyirəm, mən dindardan danışmıram ki, mən təqvadan danışıram.
Bəli, ola bilsin ki, o tarixdə var, deyir xəvariclər günlərin birində xəvariclər bilənlər bilir də, bunlar Həzrət Əli ilə döyüşdülər, onu kafir özdə hesab elədilər. Bir var ki, desinlər ki, xəlifədir, məndən düz gəlmir, fikrimiz ayrıdır, döyüşsün, yenə adam bu qədər yandırmazdı. Onlar kafir elan eləyib başladılar döyüşməyə. Tarixdə var ki, onlar günlərin birində bir Əli dostu, Həzrət Əlinin dostu olduğuna görə, yəni Həzrət Əlini sevdiyinə görə onun evinə daxil oldular, onun özünün, ailəsini qətl elədilər. Onlardan biri süfrədə olan bir xurmanı götürdü ki, ağzını açsın, o biri tez onun əlindən vurdu ki, haram da olmaz başqasının malını yemək. Yəni bu təqva deyil, bu dindarlıq deyil. Və yaxud Kərbəla hadisəsindən sonra İraq cəmaəti məktub yazdılar İmam Zeynalabdin ağaya. Dedilər ki, bizdə bəzi həşəratlar yayılıb İraqda. Bunları öldürməyə icazə varmı? İndi düzdür, İmam Zeynalabdin ağa mən bilirəm, o gözəl imamımız buna necə cavab verib. Ancaq mən onu həmişə danışanda belə deyirəm, ağa götürdü bu məktubu, o verənə dedi ki, yəni vur onların başına. Məsələn, lap belə hirsimdən bəzən də belə deyirəm, düz ağa belə deməyib. Yəni siz dünən peyğəmbər balasını, cənnət cavanlarının ağasını qətl eləyəndə bu hökmü bizdən soruşmadı. İndi həşəratın ölümü, yəni bu təqva deyil. Bu təqva deyil. Hətta deyirlər Əbu Musa Əşəri ayağına xılxal ərəblər deyərlər, o Hind qızları salırlar. Adətən bizdə belə şey yoxdur. Hə, mən bilmirəm. Bu xılxal salardı Əbu Musa Əşəri. Deyərmişlər ki, belə niyə salırsan? Yeriyəndə dəmir səsi gəlirdi də xılxal. 2 dənə məsələn salardı, 3 dənə salardı ki, səs gəlsin. Deyərdi ki, mən onu salıram ki, ayağımın altında birdən həşərat qalar. Amma gəldi həmən Əbu Musa Əşərinin tarixdə elədikləri var. Yəni deməyim nədir? Deməyim odur ki, mən o dindarlıqdan biz danışmırıq. Biz Quran da o dindardan danışmır, Peyğəmbər də o dindardan danışmayıb, imam da əksinə elə onların da ən böyük problemi bunlar olur. Və bizim də bugün dediyimiz həmən o dindarlıq təqva deyil ki, kimsə mənə desin. Biz elə həqiqətən, məsələn, ola bilər ki, bir insan heç bu günləri cəmiyyətdə dindar kimi də tanınmır. Amma onun o nəfsində dediyim həmən qüvvə var. O daha da gözəl, daha da yaxşı. Biz demirik ki, elə bu ancaq. Amma Allah deyir ki, mən orucu daha təqvalı olmaq, daha gözəlləşmək, daha pisliklərdən uzaqlaşmaq, daha günahlardan uzaqlaşmaq. Və əlbəttə söz çoxdur bu barədə ki, orucun xeyirləri, faydaları və orada qiyamət gününün azlıq və susuzluğunu hiss eləmək. Orada nəinki qiyamət gününün, bu dünyada yetimi düşünmək var orucluğun içində. Məsələn, mən inanıram ki, mən bunu deyirəm, kaş insanlar eləsin sualı cavab olaraq, kaş insanlar orucluqda olan bu susuzluq və aclığı hiss eləyəydilər, amma boş orucsuzluq yox. Onunla cəmiyyətimizdə olan yetimlərin susuzluğunu hiss eləyəydilər. Möhtacların susuzluğunu, aclığını hiss eləyəydilər. O zaman bizim heç bir yetimimiz əziyyət çəkməzdi, bizim heç bir fəqirimiz əziyyət çəkməzdi. İnsanlar, başqa sözlə, kaş insanlar elə Ramazan ayında və orucluqda olan bu gözəlliyi görəydilər. Görsəydilər elə hatta oradan da cəmiyyətimiz gözəl və nümunəvi bir cəmiyyət olardı. Baxın, ilə içi mən daxil bilməmiz gərəkən odur ki, Ramazanda, daha doğrusu bunun fərqinə varmalıyıq ki, Peyğəmbərimiz ən son 10 günlüyü çox təkidlə bildirir ki, daha çox ibadətə vaxt ayırın, daha çox təkliyə çəkilin, işlərdən biraz azad olun və baş-başa qalın daha çox Allahla. Bunu niyə deyir? Ona görə deyir ki, insan özü ilə baş-başa qalsın, özü özünü tapa bilsin, içindəki sualların cavabını tapa bilsin. Məhz bu əsasən insanın daha tək fiziki sağlam yox, eyni zamanda da psixoloji daha rahat bir gələcək aylarda, digər Ramazana qədər özünü dərindən tapıb, öz üzərində işləyib, sağlam şəkildə davam etməsi üçündür. Ramazan ayı bizə niyə buyurulub? Hər bir insan bir o cümlənin fərqinə həqiqətən dərinliklə çata bilsə ki, düşünün ki, evimizə bir qonaq gələndə necə biz hazırlıqlar edirik, neçə gün hazırlaşırıq, istər övladlarımız, istər özümüz, hər bir halına evin təmizliyi, yeməklərin gözəl olması, süfrənin gözəl olması. Ramazan ayında isə vurğulanır ki, Allah hər birinizin qapısını döyür və sizi ilahi bir ziyafətə çağırır. Bir bu cümlənin dərinliyinə varsaq, dərinliyinin kökünə getsək ki, görün bizi kim qonaq çağırıb. Biz kimin qonaqlığındayıq? O qonaqlıqda bizə heç yemək verilməsə də nə xoş, verilsə də nə xoş. Əsas odur ki, biz kimin süfrəsində əyləşmişik. Bu dərinliyə
çatsa insan övladı. Mən ümid edirəm ki, o elə bütün ömrünü Ramazan ayı kimi keçirtmək üçün can atacaq və nəinki özü və insan bilirsiniz ki, özü dəyişdikcə ətrafı da dəyişir, çünki onun baxış bucağı dəyişir və hər kəs onun o xoşbəxtliyini, o rahatlığını gördükcə sual verəcək ki, niyə belə rahatsan? Yəni problemlər onsuz da olur da həyatda. Hər bir kəsdə də var və bu normaldır, çünki problemsiz yaşamaq mümkün deyil. Həyat varsa daim problem var. Necə ki, ürək ritmimiz qalxıb düşür, insan övladının da həyatında daim problemlər olmalıdır ki, onu daha da irəli apara bilsin və inkişaf etdirsin. Və Ramazan ayının o gözəlliyini insan o qədər özü yaşamalıdır ki, bunu ətrafa da nur olaraq saça bilsin. İllər öncə böyük bir problem olmuşdu. Qardaşım həmin anda zəng elədi ki, bu boyda problem. Sən necə belə rahatsan? Necə belə aram qala bilirsən? Mənə də öyrət. Çünki hər problem olanda o özündən tez çıxan insan idi. Və zaman gəldi o yerə çatdı ki, artıq o da onun fərqinə vardı ki, bir problem olanda o bizi inkişaf etdirmək üçündür. Biz necə ki Quran-ı Kərimdə Uca Allah bizə buyurur ki, bəzən sizin sevdikləriniz ziyanınızadır, sevmədikləriniz xeyrinizədir. Eyni bu hadisə, bu müəyyən bir problemlərin içində biz onu görməyə çalışmalıyıq, can atmalıyıq. Və Ramazan ayında o bizə Uca Allahın rəhməti, gecələr, yediyimiz yeməklər, o dostluq münasibətlərinin daha da dərinləşməsi insanın psixologiyasını ən gözəl şəkildə sağlam edən bir vərdişlərdir ki, biz onu il boyu çalışmalıyıq ki, qoruyub saxlayaq və nəinki qoruyub saxlayaq, ailəmizdə də, ətrafımızda da onu elə çatdıraq ki, yəni ömrümüz o qədər uzun deyil də, nə isə illər sonraya qədər düşünək ki, bu il etmədim, gələn il edərəm, o birisi il, çünki sabahımızdan xəbərsiz insanlar. Bəli, həmişə pasiyentlərimdən bir xanım deyir ki, nə vaxt biz səninlə danışırıq, deyirsən ki, vaxt azdır, bunu etməliyik. Ona görə də vaxt azdır və biz bu düzgün məlumatları öz ətrafımıza, öz doğmalarımıza düzgün çatdırmalıyıq ki, onlar da vaxtı gələndə çatdıra bilsin və bu zəncirvari yayılsın. Çox sağ olun. Arada verəmək istəyirsiniz nəsə? Yox, buna da əlavə yoxdur. Hamı kamildir. Sadəcə bir dənə bunu deyim ki, bütün tamaşaçılarımız, xalqımız, elə biz özümüz də bunu bilək ki, bir nəfəri qonaq çağıranda ev sahibi özü orada əyləşməsə, o ayıb sayılır. İndi Allah da bizi Ramazan ayında qonaq çağırırsa, deməli, hər gün süfrəmizin başında birinci elə o özüdür. Amma o rəhməti iləndir, lütfü iləndir. Əziz izləyicilər, biz əvvəldən sona verilişinin 19-cu çəkilişindəydik. Bugün biz Ramazan ayını həm psixoloji, həm mənəvi, ruhani yanaşma elədik. Ümid edirəm sizin üçün maraqlı oldu. Gələn verilişlərdə görüşənədək sağ olun.